Salam, hər vaxtınız xeyir. Sizləri Mübariz İbrahimov adına stadiondan salamlayıram. Meydanın sol tərəfində Boluboy futbol komandası, sağ tərəfində isə Binə futbol komandası ilə qarşı-qarşıya gələcək. Hər iki komandaya da uğurlar arzu edirik. İsə hazırda Boluboy futbol komandasının hücum cəhdinə şahidlik edirik. Qısa ötürmələrlə geriyə qədər gəldilər. Bir anda təhlükə yaratdı Xəyal qapı qarşısında. İndi isə Dilkeş. İskili mübarizədə. Yaxşı topu qopartmağı bacardılar. İlk hücum Vüsaldan gəldi. Əziz isə qapısında inamlı oynadı. Qısa bir ötürmə. Qaçay qarşıladı. Geri planda Tural. Bir zərbə birbaşa qapıya. Bu isə Əziz üçün çox rahat bir zərbə idi. İndi isə qarşılaşma bərpa olundu. Əzizin ötürməsi ilə Qaçay müdafiənin ən gerisinə. Xəyal üçün bu yüksək top idi. İsə Məhəmməd top hərəkətli qazandıracaq. Tural oynadı qarşısında Dilkeş. İlkin sürətlənib. Namiq də sürətlənsə də topa yetişmək mümkün olmadı. Belə saxlamaq mümkün olmadı top özündə. Qısa bir ötürmə. Turan. Komanda yoldaşı ötürmək istəyir. Xəyalı gözəl keçdi. Qısa bir ötürmə. Vüsal. Qarşısında Xəyal var. Təzyiqini davam etdirir. Vüsala. Turan. Son anda bir müdaxilə. Qaçay. Kritik bir müdaxilə gəldi Qaçaydan. Birbaşa zərbə. Bir qədər epeksiz alında. Qısa bir ötürmə Namiq qarşıladı. Meydanda saxlamaq mümkün oldu topu. Sağ diagonalda Xəyal və Dilkeş var idi. Bir qədər anlaşılmazlıq ötürmənin qəbul olunmasında bir qədər gecikmə yaratdı. Tural. Ötürməsi Rohana doğru, daha doğrusu Turana doğru idi. Turan üçün bu sürətli idi. Xəyaldan Namiqə ilkin qarşıladı. Turalla oynadı. Turan sürətlidir. Yerdə qalır ikili mübarizədə. İndi isə standart bir vəziyyət yaranacaq. Voleybol futbol komandası adına. Topun başında Vüsal. Bir zərbə, bir qədər istədiyi kimi alınsa da Əziz keçid vermədi. Dilkeş. Sol diagonal ötürməsi. Vüsal. Qarşısında iki rəqib oyuncu. Tələsmir, birbaşa zərbə. Məhəmməd. Rab etməyə bacarır bu ötürməni. Daha doğrusu bu zərbəni. Xəyal hərəkətli qazandıracaq topa. Qaçayla oynadı. Topu komanda yoldaşları üçün havalandırsa da heç bir komanda yoldaşı yox idi ötürmənin getdiyi istiqamətdə. İndi Vüsal. Hücumun qarşısı alındı. Namiqin zərbəsi. Son anda bir müdaxilə. Məhəmməd keçid vermədi. İndi isə küncdən zərbə yerinə yetiriləcək. Binə futbol komandası adına. Topun başında Dilkeş.
Qapı qarşısına ötürmə. Heç bir komanda yoldaşı toxunuş edə bilmədi topa. Canan ötürməsi ilkinə, ilkinin isə ötürməsi məhz Turan düşüncəsi idi. Turan üçün bu çox sürətli bir ötürmə idi. Qaçay hərəkətli qazandıracaq topa. Bu qarşısına Xəyal qarşıladı. Sonrasında Kənan Turanın hücuma qoşulmasına keçid vermədi Qaçay. Məhəmməd sürətli başladı. Xəyal qarşıladı. Ötürməsini etdi. Dilkeşin zərbəsi. İstədiyi kimi alınmır. Məhz epizod öncəsi də yerdə qalır. İnisə Məhəmməd topa hərəkətli qazandıracaq. Vüsal oynadı. Vüsal bir qədər tələsmir qarşısında Namiq. Sol istiqamətində Kənan. Sağ istiqamətində isə Turan. Ötürmə gözləyirməz. Vüsaldan Namiqi gözəl keçdi. Vüsal amma ötürməsi Kənana olsa da Kənan istədiyi kimi saxlaya bilmədi meydanda. Kənanın ötürməsi, daha doğrusu Xəyalın ötürməsi Vüsal üçün qeyri-dəqiq idi. Vüsal birbaşa qapıya zərbə. Əziz rahatlıqla ram edir. Geri planda Namiq qarşıladı. İçəriyə doğru Dilkeş və Xəyal da sürətlənmişdi. Məhz hücumu baş tutmasına keçid vermədi müdafiə. İndi isə Turan. Ötürməsi Kənana doğru. Kənan Qaçay mübarizəsinə şahidlik etdi. Vüsalın ötürməsi Turan. Kontrol altına ala bilmədi. Topu indi Xəyal sürətlidir. Əks hücum şansı. Keçid vermədilər. Bəs indi əllə oynama və standart bir vəziyyət. Bu səfər Binə futbol komandası adına. Topun başında Vüsal. Bir qədər tələşmir. Yerdən göndərdi. Dönən topa zərbə indirmə şansı yaramadı. Sonrasında son bir vuruş. Namiqdən gəlsə də effektli alınmır bir qədər. Turan. Ötürməsi Kənana doğru. Turan qarşıladı. İnsə Kənan sürətli ötürməsi Turan. Vüsal qarşıladı. Kənan müdafiənin gerisini ötürməni qəbul etdi. Ötürmə məhz Turan sürətlənsə də bu gələn ötürməyə istədiyi toxunuş mümkün olmur. Tural. Təkrardan Kənan. İndi isə Turan. Qarşısında Namiq və Vüsal var. Sağçıdağı ötürməsi Vüsala. Vüsal sürətlənib. İçəriyə doğru son anda bir müdaxilə məhz Xəyaldan gəldi. Taç atışını yerinə yetirəcək Balliboy komandası. Havalandırdı Qaçay. Sekün zərbəsini yerinə yetirir Vüsal. Qapı qarşısına amma ünvansız ötürmədi bu. Oyun artıq 9 dəqiqəsi geridə qalsa da hər iki tərəfdə tilsimi qırmaq alınmayıb. En azından qırma şansları tapılsa da qırmaq mümkün olmayıb. Bu tilsimi isə Dilkeşin ötürməsində məhz Məhəmməd də qapısını tərk etmişdi. Xəyal da sürətlənmişdi topa. Bir qədər istədiyi alınmadı. Xəyalın Kənan ötürməsi Tural. Dilkeş qarşıladı. Xəyal sürətlənib. Məhz Xəyalla Turalın biz az əvvəl mübarizəsinə şahidlik etdik. Xəyal blok qoydu bu zərbəyə təbii ki də. İndi isə topun başında Kənan. Bir daha keçid vermədi. İndi isə Məhəmməd başlatdı oyunu. Dilkeşi gözəl keçdi. Ötürməsini verdi. Vüsal qarşılamadı. Müdafiənin gerisinə ən çətini bacardı Turan. Vüsal isə bu ötürməni qəbul edə bilmədi. İndi isə Namiq. Birbaşa ötürmə, bir tərs toxunuş. Xəyal toxunmağı bacarmır İlkin. Ötürməsi keçmədi. Xəyal qarşıladı. Kənanı da keçdi. İndi isə Vüsal. Arda-arda gəlir hücumlar.
Xəyal təzyiqi buraxmır. Nəyin bastı olsa olsun, Dirkeşin zərbəsi. Qeyri-dəqiq alınır. Xəyal məhz təzyiqi buraxmadı rəqibə. Dirkeş də şans tapmaz zərbəni indirdi. İndi isə Tural. Hücum şansı axtarır voleybol komandası. Tural sürətlənib müdafiənin gerisində, artıq bu ikinci cəhdi qarşılaşmada istədiyi kimi alınmır. Məhz voleybol komandasının indi pas xətası. Turan qaçayı keçdi. Qapısını tərk etdi, təhlükəli ola bilər Dirkeş. Ötürməsi keçmir Namiqə. Kenan. Ötürməsini verdi Turana. Təklikdə yaxalayıblar, azlıqda yaxalayıblar. Təhlükəli ola bilər. Bir ötürmə, zərbə ipeksiz alınır. Bu ötürməyə bu zərbə gəlməli değildi. Turalın zərbəsi çox amma çox ipeksiz alınır. Əziz, məhz Xəyalla oynadı. Ötürməsi. Daha doğrusu Vüsal oynadı. Ötürməsi Xəyala doğru idi. İndi isə bir hücum şansı. Voleybol futbol komandası adına. Kenanla oynadı. Kenan birbaşa zərbə indirsə də blok qoydu. Arxa planda Xəyal. Namiq hücumu sonlandırmaq mümkün olmadı Kenan tərəfindən. İndi isə rəqibə mane oldu. Hücum yaratmaq istədi amma meydanda saxlamaq mümkün olmadı. Vüsal hərəkətli qazandırdı. Xəyal oynadı. Xəyal isə ötürməsini məhz birbaşa Əzizə buraxdı. Dirkeş. Kenan mübarizəsinə şahidlik etdi. Yenidən özündə saxlamaq mümkün olur. Bir qədər də az əvvəlki epizodda sərt oynanış var idi. İsə bir standart vəziyyət yerinə yetiriləcək qarşılaşmada. Bir oyuncu dəyişikliyi də artıq Binə futbol komandasında gerçəkləşəcək. Meydana Cavid daxil olacaq. Böyük ehtimalla Qaçaya əvəzləyəcək. Bəli, Qaçaya əvəzlədi. Artıq Cavid Binə futbol komandasının müdafiəsini təşkil edəcək. Standart vəziyyətimiz voleybol futbol komandası yerinə yetirəcək. Topun başında mən Vüsalı görürəm. Qısa bir ötürmə ilə Kenanla oynadı. Kenan birbaşa zərbə. Qeyri-dəqiq alır bu da. Məhz artıq qarşılaşmanın 13-cü dəqiqəsi geridə qalıb. Tilsim isə hələ də qırılmayıb. Cavid meydana daxil olar olmaz. Topla toxundu, topa toxunuşunu etdi. İlk zərbəsini də indirdi. Amma qarşısında Məhəmməd İnanlı oynadı. Məhəmməd uzun oynadı. Müdafiənin əygirisini elə meydanda tərk edir bu ötürməklə. Top. Namiq hərəkətli qazandırdı. Vüsalın təsiqi var. Xəyal oynadı. Xəyalın ötürməsi Vüsal. Vüsal birbaşa zərbə. Sağ oynadı. Sol topu qopardı, aldı. Qarşısında Cavid. Təzyiqi məhz şey yaradı. Meydana daxil olar olmaz özünü göstərir. Meydanda Cavid. Xəyal. Ötürməsi keçmədi Dirkeşə. İndi isə Vüsal. Zərbə indirəcəkmi? Tural oynadı. Turalın zərbəsi. Ay, bu da alamar. İndi isə künc zərbəsi yerinə yetirəcək voleybol futbol komandası. Turanla. Tələsmir Turan bir qədər səbirlidir. İlkində içəriyə daxil oldu. Ötürməsi Kenana. Kenan birbaşa zərbə. Bu da alınmır, bu da alınmır. Hər iki tərəfdə qapıya olduqca effektli zərbələr indirsə də qeyri-dəqiq alınır. Dəqiq bir zərbə gəlmir. Dilkeş sanki bizi eşitdi.
Yoxdan var elədi bu qolu. İndi isə artıq hesab açılır. Dilkeşlə, kapitanla Binə futbol komandasının. Binə 1, Voleybol futbol komandası isə 0. Golun adı Dilkeş. Turan sürətlidir, bir zərbə və gol. Cavab gecikmir. Sevinməyə qoymaram, dedi Turan. Binə futbol komandasını sadəcə 60 saniyə, hətta 60 saniyədən az bir vaxtda sevindirdi. Sonra isə bərabərlik qoluyla bütün sevinçlərini məhfil etti Turan. Namik. İlkin qarşıladı. Cabit geri plandan gəldi, topu qopartdı. Məhz rəqib qapısına qədər irəlilədi. Son nöqtəni qoymaq mümkün olmadı. Vüsal ötürməsi Xəyala. İlkin. Məhz hücumun qarşısını alan şəxs orada. Vüsal hərəkətli qazandıracaq topa. Təhlükəli ola bilər, yenidən üstün tərəf olmaq adına. Xəyal birbaşa zərbə. Qeyri dəqiq alınır bu da. İlkinlə oynadı, qarşısına Dilkeşməz. Təzyiqi var. Məhəmməd bir qədər tələsmir. İlkin Vüsal qarşıladı. Ötürməsi Kənana doğru idi. Alamadı. Cavid. Bir zərbə yerdən gəldi, amma efeksiz bir zərbə idi bu. Bu da məncə özü də anlamış olmalıdır. İlkin. Vüsal qarşıladı, təhlükəli ola bilər. Qarşısında Namik, Kənan da gəldi dəstəyə. Kənan zərbə endirmə şansı yaranmadı, ötürməsini verdi. Bu da alan var, bu da alan var. Zərbə vurmaq lazım idi. Xəsis davranmadı heç bir komanda yoldaşı, amma zərbə lazım idi. Hava kimi, su kimi həm də. Vüsal standart vəziyyəti yerinə ötürəcək Binə futbol komandası adına. Daha doğrusu Cabit də var topun başında, artıq yox. Cabit qapı qarşısına irələdi, ötürməsini aldı, zərbəsini indirdi Məhəmməd. Geri planda Dilkeşin ötürməsi Xəyala. İlkin qarşıladı, keçid vermədi. Sonrasında toxunuş edən Vüsal, Turan da geri planda qarşılayır. Ötürməsi Vüsala. Kənan qarşıladı, sol cınaqda. Vüsal mani oldu, blok qoydu zərbəyə. Bu da dəqiq alın var. Vüsalın artıq neçənci zərbəsidir ki, qapıya tuş gəlmir. Zərbə indirmə şansı tapır, amma qeyri dəqiq alınır. Turan, Dilkeşdə mani olur, topu qopartdı. Birbaşa zərbə şansı yaranacaq mı? Turan, keçid vermədi, indi isə Vüsal. Cavid, təhlükəli ola bilər, boşluq axtarır, önünü açmağa çalışır, amma Turan qoymur. Qapı qarşısına son anda bir müdaxilə Məhəmməddən. Vüsal qarşıladı, Namik. Keçid vermədi. Rahat buraxmadı geri planda Vüsalı. Xəyalın qapı qarşısına avlandırma cəhdi. Qarşısında Vüsal bir qədər tələsmir. Vüsalın da təzyiqi var. Ötürməsi Cavidə təkrardan Xəyal qarşıladı. Ötürmə istəyi yaradı, amma alamadı. Təhlükə davam edir Voleybol futbol komandası. Qapısı qarşısında və yerdə qalan oyuncu Xəyal. İndi isə standart bir vəziyyət Binə futbol komandasının adına. Yenidən minimal üstünlüyü yaratmaq adına. Yenidən topun başında mən Vüsalı görürəm. Birbaşa zərbə mi indirəcək, yoxsa az əvvəlki kimi mənlərə tam düşünərkən Vüsal artıq icra etdi. Birbaşa zərbə indirdi qapıya. İndi isə gün zərbəsi yerdən göndərdi. Turan qarşıladı. Qarşısında Dilkeş. Sonrasında Vüsal. İndi isə hücum şansı Voleybol futbol komandasında da. Xəyal, Kənan paslaşması. Namik ən geridə. Yaxalasa da Vüsal sürətlidir. Cabidi də keçdi. Son anda bir müdaxilə Natiqdən, Namikdən. Səhvi müzəldi, Namik idi bu müdaxilədən. Oyuncu ilkin ötürməsi Vüsala. Vüsal birbaşa zərbə. Xəyal blokladı. Tural, ötürməsi Vüsal. Birbaşa zərbə. Əziz belə topa toxuna bilmədi. Vüsal.
Sağ. Vüsal en geri planda qarşıladı. Turan'ı da keçdi. Yenidən zərbə şansı olarsa təhlükəli olar. Zərbəni indirdi. Sədiyə kimi alamadı. İndi isə göz zərbəsi. Qazanır. Binə futbol komandası gəlişinə vurdu zərbəni. Bugün məncə şans Vüsalın yanında deyil. Neçə zərbə şansı tapsa da indi isə Turan. Turandan gözəl hərəkətlər izlədi. İki rəqibini keçdi, amma sərt oynama var idi. Sərt oynama var idi məhz Turan tərəfindən. Topu qopartmaq adına. Zəngirdə top Məhəmməddədir. Gəl, gəl. Turan birbaşa zərbə indirdi. Namik. Turanın təzyiqi var. Dilkeş qarşıladı. Sağ diagonalda. Taban ötürməsi keçmədi. İndi isə top Turanda. Turan birbaşa zərbə indirəcəkmi? Yox, ötürməsini verdi Kənana. Kənan ötürməsi məhz keçmədi Vüsala. İndi bir əks hücum şansı. İlkini keçmək mümkün olmadı. Geriyə qayıtmaq lazımdı. Kənan. Məhz Xəyal ilə mübarizəsi bir qədər sərt. Gözə çarpdı məhz. Az əvvəl. Cavid. Başladı. Bir rəqiblərini keçir, amma məhz Turalda ilişdi. Turalı keçmək mümkün olmadı. Bir zərbə. Bu da geridə qalır. Zərbənin adı Vüsal. Yenə Vüsal. Dilkeşin ötürməsi. Bir zərbə və gol. Namik en geriden gəldi. Minimal üstünlüğü yarattı. Dilkeş və Namik ortaqlığı. Binə futbol komandası 2. Voleybol futbol komandası isə 1. Minimal üstünlük təkrarən məhz Binə futbol komandasındadır. Turan'la oynadı. Qarşısında Dilkeş. Ön açılarsa təhlükəli ola bilər. Kənanla oynadı. Dilkeş son anda o kritik müdaxiləni etməyi bacardı. İndi isə gün zərbəsi yerinə yetirəcək. Kənan komandası adına qısa oynadı. İlkinlə Dilkeş qarşıladı. Turan. İndi isə Turan. Birbaşa zərbə. Üst dirək. Bu dəfə mane olan Vüsala. Golkiper belə deyildi. Sadəcə üst dirəkdir. Kənan. Qarşısında Vüsal. Keçirsə də məhz ayaqları arasından rəqibin istədiyi kimi alamadı. Xəyal. Ötürməsi Dilkeşə. En geri planda Cavidlə oynadı. Vüsal və Kənan təzyiqi buraxmır. Təzyiq məhz topu qazandırdı, amma elə qazandırmağı ilə də itirməyə inandı oldu. Vüsal. Qarşısında İlkin. Şansa buraxmadı. Xəyaldan zərbə gəldi. Qeyri-dəqiq alınır. Vüsal ötürməsi məhz komanda yoldaşına deyil. Rəqib komandaya hədiyyə idi. Xəyal qarşıladı geri planda. İndi isə Vüsal. Turan qopartdı. Təhlükəli ola bilər. Bir zərbə və gol. Vüsal. Az əvvəlki məhz şanssızlığı indi dəyərləndirir. Bu səfər nə golkiper ona mane oldu, nə də hər hansısa bir dirək. Qarşılaşmada kartlar yenidən paylanır. Voleybol futbol komandası 2. Binə futbol komandası isə 2. Yenidən bərabərlik hüküm sürür qarşılaşmada. Dilkeş birbaşa zərbə. Bu da alamar. Turan. Ötürməsi Vüsal'a. Çok güzel bir ötürmə geldi. Ay ay ay.
Bax, mən buna baxımlı gol deyərəm. Turan və Vüsal iş birliyində üstünlüyü artıq voleybol futbol komandasında da çox baxımlı, mükəmməl bir qola imza atdılar. Alqışlara layiq bir hücum və qol etibar. Uğurla yazılmış taktika. Ev tapşırığı deyək buna. Dirkeş. Məskananın da təzyiqi var idi. Meydanda saxlamaq mümkün olmadı topu. Qısa oynadı. Turalla indi isə Vüsal. Adaşlar qarşı-qarşıya. Bir zərbə, amma bu artıq qeyri-dəqiqdir. Xəyal. Dirkeş qarşıladı. Turalı keçdi. Birbaşa zərbəsini indirdi. Məhəmməd ikinci bir zərbə şansı alamır. Təhlükə davam edir. Geri planda Vüsalın zərbəsi. Bu dəfə ilkin qoymadı. Orada iki oyuncu da yerdə qalıb. Birbaşa zərbə Xəyaldan. Nəfəs keçən bir hücum itibar. Az əvvəlki epizodda da elə məhz Namiqlə Turan toqquşdu. Yerdə qalan oyuncusu isə voleybol futbol komandasının oyuncusu Turan idi. Vüsal Kənan oynadı. İçəriyə doğru sürətlənən isə Turan'dan. Turan ötürməsi istədiyi kimi alınmadı. Rəqibə hədiyyədir bu. Vüsal. Birbaşa zərbə Məhəmməd. İndi isə Vüsal Dirkeşi rahatlıqla keçdi. Hücumu qurdu. Turan ay son anda Əziz. Seyirlərlə toxunuşu edir. Vüsal təhlükəli ola bilər, amma meydanda saxlamaq mümkün olmadı. Nəs bu ötürməni. İndi isə altı yerinə ötürəcək Əziz Xəyalla oynadı. Cavid ötürməni qarşılamaq mümkün olmadı onun adına. İlkin hərəkətli qazandırdı, Kənanla oynadı. Kənan ötürməsi. Vüsala, Vüsal birbaşa zərbə. Məhz Trivela vari bir ötürmə zərbə bu. Amma qeyri-dəqiq qaldı, az fərqlə. Bu artıq buna çox qeyri-dəqiq demək olmazdı, az fərqlə. Xəyal. Tələsmir. Ötürməsi Vüsala. Birbaşa zərbə. Son anda Tural. Blok qoydu zərbənin qarşısında. İndi isə Namik standart vəziyyəti yerinə ötürəcək. Ötürməsi ən geriyə. Xəyala. Xəyalın zərbəsi. Tural yenə orada. Qarşısında Vüsal keçid vermədi. Kənan qarşıladı. Dirkeşdə məhz təzyiq edirdi. Fiziki cəhətdən Kənan ötürməni qəbul etmək yenə mümkün olmadı onun adına. Dirkeş Namiqlə oynadı. Kənan istədiyi ki oymadı. Vüsal qısa oynadı. Xəyal qarşısında Turan. Ötürməsi keçmədi. Rəqibə hədiyyədir bu. Əks hücum şansı voleybol futbol komandası adına. Namiqi keçdi. Ötürməsini verdi. İndi isə Turan. Qarşısında Cavid. 1-1 keçir rəqiblərini. Vüsal. Ay. Qaçır əldən. Qaçır əldən. 3 pasın içərisində. Məhz qapı qarşısına gəlməyi bacardılar. Dəqiq bir zərbə gəlmədi. Nə Vüsaldan, nə Kənandan, nə də Turandan. Çərçivəni tapmaq mümkün olmadı. Buna baxmayaraq üstün tərəf onlardılar. Namik müdafiənin ən gerisinə. Qarşıladı. Qarşısında Tural. Bir daha özünü göstərməyi bacarır. Mən də varam deyir. Dirkeşin zərbəsi. Alamır bu da. Əldən qaçır ki, qaçır bu şanslar. Tam olaraq Dirkeş bir məhsuldar ötürmə və bir qolu qeydə alsa da istədiyi kimi tam
meydanda özünü göstərməyə başarmır bugün. Xəyal. Xəyal, nəyin bahasına olursa olsun qoymaram deyir. Keçid vermərəm deyir sənə rəqibə. Qapı qarşısına. Ən geriyə, indi Tural. Birbaşa zərbə. İstədiyi kimi alınmır bu da. Xəyal. İlkin geri planda qarşıladı. Ötürməsi Turana. Vüsalın təzyiqi var. Keçərsə təhlükəli ola bilər, amma keçmək mümkün olmadı. İndi hərəkətli qazandırdı Kənan. İlkinin ötürməsi. Aşırtıma bir ötürməydi bu. Kənan qarşıladı. İlkinlə oynadı. İlkin ötürməsi. Vüsala ama Cavid qoymadı. Təhlükə davam edir və gol. Bu səfər mane olan ola bilmədi ona. Bacarmaq mümkün olmadı Vüsal ilkin ikilisi ilə. Minimal üstünlük. Yenidən onlardadır. Voleybol futbol komandası 4. Bina futbol komandası 2. Dəyişiklik oldu bizdə. Ruhan. Məhz bir oyuncu dəyişikliyi var. Ruhan meydandadır. Məhz İlkin əvəzdir. Turalın ötürməsi, daha doğrusu aşırtma cəhdi istədiyi kimi alınmır. Bəli, İlkin əvəzlənib Ruhanla. Artıq qol ümidi onlar olacaq. Kenan Əziz keçid vermədiyi bir anlıq anlaşılmazlıq. İndi isə Cavid uzaqlaşdırmaq mümkün olur. Cavid hərəkətli qazandıracaq topa. Tələsmək lazımdır əgər qazanmaq planları varsa. Bina futbol komandasının. Ötürməsi Dirkeşə. Dirkeş, Tural hər ikisini keçmək mümkün olmadı. Kənan sol cinaqda sürətlidir. Qarşısında Cavid. Cavidi keçmək mümkün olacaqmı? Son anda Xəyal da dəstəyə gəldi. Qoymaram dedi. Kənan qısa oynadı Turalla. Qarşısında Dirkeş. Xəyal. Qarşısında Kənan keçmək mümkün oldu, amma son anda ayaq qoyan Tural. İndi isə təhlükəli ola bilər. Ötürməsi Turana. Turan zərbə şansı olacaqmı? Son toxunuş edən Vüsal əlbəttə ki olacaq. Əlbəttə ki olacaq. Turan və Vüsal işbirliyi yenidən qarşılaşmada qolu gətizdirir voleybol futbol komandasına. İndi isə üstün tərəf yenidən, amma yenidən voleybol futbol komandası da. Fərq artıq uçuruma doğru irəliyir. Voleybol futbol komandası 5. Bina futbol komandası isə 2. Vüsal artıq qarşılaşmada etdirək edib. Bugün onun günüdür. Adaşı isə pəqlənməyi bacarmayıb rəqib komandada. Birbaşa zərbələri indirsə də istədiyi kimi alınmayıb. İndi isə top elə həmçinin adaşındadır Vüsal. Xəyalla mübarizəsi yerdə qalır. Xəyal qarşısına Turan. Mane olur. Keçid vermir rəqibə. Xəyal hərəkətli qazandıracaq. Ən geriyə məhz Cavidlə oynadı. Ruhanın da təzyiqi var idi. Vüsal. Mane olsa da ötürməsini vermək mümkün oldu Vüsalın. Topla Dirkeş. Ruhanın da bu təzyiqdə payı yüksək səviyyədə idi Məhəmməd. Qısa oynadı Turalla. Qarşısında Vüsal. Ötürməsi Vüsala. Vüsal tək başına irəliyir. Bir qədər geriyə Ruhanla oynadı. Turan. Ən geri planda. Kənan. Kənan ötürməsi Ruhana təhlükəli ola bilər. Zərbə şansı yaranacaqmı? Kənan çevrildi. Zərbə şansı tapmadı. İndi isə Ruhanla oynadı. Tural. İndi isə Turan. Meydanda saxlamaq mümkün olmadı. Yan torları sarsır məhz Turanın zərbəsi mi deyim, ötürməsi mi deyim? Ruhan mübarizəni buraxmır. Namik sonuna qədər mübarizə aparsa da meydanda saxlamaq mümkün olmadı.
Xəyal hərəkətli qazandırdı. Məhz sağ diagonalda Dirkeşi düşündü, amma Dirkeş ram etməyi mümkün olmadı bu ötürməni. Birbaşa Vüsaldan zərbə, amma bu zərbə nə ötürmə idi, nə zərbə idi. Ünvansız bir toxunuş deyil buna. Vüsal ən geri planda Cavidlə oynadı. Cavid inamlı oynayır, bir-bir rəqiblərini keçir, amma Turan qoymaram deyir. İndi isə təhlükəli ola bilər. Top Vüsaldadır. Kənan bir qədər səbirlidir, təmkinlidir. Üstün tərəf onlardır, Xəyal qarşıladı. Fərqi azaltmaq adına. Məhz ötürməsi getdi istiqamətdə. Heç bir komanda yoldaşı yox idi. Turandan ötürməni qəbul etmək mümkün oldu. İndi isə hücumun istiqaməti dəyişəcəkmi? Bəli, dəyişir Namiq. Ötürməsi Dirkeş istiqamətini. Dirkeş isə sürətli davranmadı məhz bu ötürməyə qarşısında. Ötürmə Turandan gəldi, amma Vüsal qarşıladı. Vüsal zərbə şansı tapmadı. Ötürməsi Dirkeşə. Bir zərbə və sonunda qarşılaşmada Vüsal da tilsimi qırmağı bacarır. Sonunda qarşılaşma başlamaz ən çox zərbəni qapıya indirən oydu rəqibə. Tilsimi qırmağı bacarmamışdı. İndi isə artıq qarşılaşmanın sonlarına doğru tilsimi qırır. Qazanmaq üçünsə, bərabərlik üçünsə bu yetərli deyil. Bir zərbə Turandan. Mən sözümü bitirməmiş, Turanın zərbəsi gəldi. Sarsıtdı qapına. İndi isə fərq minimaldadır. İki fərqlə üstün tərəf voleybol futbol komandası. Xəyal, Kənan mübarizəsi irəlilədi, ötürməsini verdi, amma son anda toxunuş edən Ruhan. İndi isə əks hücum şansı. Kənan, Cavid ayaq qoydu son anda. Xəyal, geri planda Ruhan qarşıladı. Turan, Namiq mübarizəsi. Ruhan, nələrə şahid etdik biz. Mübarizə dayanmır meydanda. Çox templi bir oyun gedir. Amma isə son mübarizəni qazanan isə Ruhan idi. İndi isə standart vəziyyəti yerinə yetirəcəklər. Birbaşa qapıya zərbə indirdi Vüsal, amma geridə qalınır. Vüsal. Ötürməsi Namiqə. Dirkeş qarşıladı, Kənanın təzyiqi var. Top Vüsalda da təhlükəli ola bilər. Son anda müdaxilə edən Cavid. Ruhan, daha doğrusu Turan. Ötürməsi Turana doğru. Bu zərbə olduqca qeyri-dəqiqdir. Xəyal. Ötürməsi Vüsala. Ayaq qoyandı elə Vüsalın adaşı idi. Vüsal. Artıq qoldan sonra bir qədər tempi artırıblar. Binə futbol komandası zərbəni indirdi. Mən elə başa düşürəm ki, tam olaraq tilsimi qırmağı bacarmayıb Vüsala. Bu da qeyri-dəqiq alınır. Gün zərbəsini yerinə yetirəcək Binə futbol komandası. Topun başında mən Dirkeşi görəm. Qapı qarşısına. Məhz istədiyi kimi alınmadı. Xəyal. İstədiyi kimi alınmadı məhz bu cəhdi, bu gözəl hərəkətləri deyək. Yaxşı sonlandırmaq alınmadı. Kənan ötürməni etmək mümkün olmadı. Turandan qızıl pas gəlmişdi, amma sonlandırmaq mümkün olmadı Vüsal istiqamətinə. Kənanın zərbəsi ayağının çölü ilə indirdi zərbəni, amma geridə qalınır. Təbii ki də ayaq içi ilə də yoxlamaq olardı. Dirkeş. Əks hücum şansı. Dirkeş önünü açdı. Son anda blok qoydu Turan. Vüsal. Adaşlar üz-üzə gəldi. Məhz duellonu qazandı Vüsal. Amma Kənansa bu duellonu qazanmağı
Daha doğrusu qazanmaq mümkün olmadı Kənan adına. Göz zərbəsi yerinə yetirildi. Ruhan qarşıladı geri planda. Tural. Birbaşa qapıya zərbə Turandan. Qeyri-dəqiq alınır. Bugün qarşılaşma həm qol baxımından baxımlıdır, həm zərbə baxımından, həm də temp baxımından. Cavid, Vüsal'ın pressingi var. Vüsal qarşıladı ən geri planta. Vüsal ötürməsi Cavid'ə, sağ diagonala. Rəqibində təzyiqi var. Məhz artıq 5-ci qoldan sonra daha inamlı oynayan tərəf onlardı. Cavid, Ruhan mübarizəsində qazanmaq mümkün olmadı. Dirkeş hərəkətli qazandırdı. Sürətli oynadı Namiqlə. Təhlükə ola bilər, birbaşa zərbə, son anda müdaxilə. Refleksiyalarını danışdırdı Məhəmməd. Cavid. Əzizlə oynadı. Dirkeş. Sürətlidir. Namiqlə oynadı. Vüsal birbaşa zərbə. Bu da alamar, bu da alamar, bu da alamar. İndi isə top Kənanda geri oynadı. Turalla Vüsal qarşılasa da meydanda saxlamaq mümkün olmadı ötürməni. Əziz. Namiq qarşıladı Vüsal. İndi isə Ruhan. Kənan keçərsə təhlükəli ola bilər. Qarşısında Xəyal var. Ayağını qoysa da bu mümkün olmadı, amma Namiq istədiyinə çatır. Meydanda da saxlamaq mümkün olur məhz topa. Ruhan ötürməsi Turala. Daha doğrusu Turana. Ruhan ötürməsi təkrardan Turan. Bu da qeyri-dəqiq alınır. Ötürmə cəhətdən voleybol futbol komandası yaxşıdır. Bir-birlərini tamamilə rahat analiz edə bilirlər meydanda. Amma zərbə isə qeyri-dəqiqdir. Ruhan təhlükə ola bilər. Bir zərbə. İstədiyi kimi alınmır. Hərəkətli qazanacaq. Vüsal birbaşa məhz Əzizin qollarında qartıb. Turan, Xəyala pressingi var. Namiq, məhz Məhəmməd. İşi şansa bıraxmadı. Qapıçıdan qapıçıya bir ötürməydi sanki bu Vüsal. Adaşların mübarizəsi var meydanda. Dirkeş. Sağ sınaqdan irəliyir. Zərbə şansı yaranacaq. Bu son anda ayaq qoydu Tural. Bu qarşılaşmada çox cavabını edib o. Cavidin zərbəsi dağlara, daşlara getdi. Vüsal'ın zərbəsi. Ay ay ay. Ay ay ay. Bu da alınmır, bu da alınmır. Vüsal qarşıladı. Birbaşa zərbəni indirdi Məhəmməd. Ataraq alır topa. Vüsal qarşıladı. Qarşısında həmçin adaşı. Cavid zərbə. Bu da alınmır, bu da alınmır, bu da alınmır. Xəyal oynadı. Olduqca inamlı oynur meydanda Xəyal. Dirkeş. Geriyə məhz Vüsal oynadı. Namiq. Tekrardan Vüsal. Kənan ayaq qaydı son anda. Təbii ki də Ruhanın da təsiqi var. Xəyal önünü açmaq cəhdi. Məhz Turan keçid vermədi. Amma ötürməsini vermək mümkün oldu. Namiq və Kənan mübarizəsi. Bu duellodan Kənan istədiyinə nail ola bilir. Kənan. Bir qədər səbirli davrandı. Ötürməsi Vüsala, amma məhz bu ötürmə Vüsalı da keçdi. Yaxşı düşünülmüş bir ötürmə idi məhz Vüsala, amma çox sürətli alındı bu ötürmə.
Vüsal ötürməsi Turana tehlikeli olabilir. Turan ötürmeyle oynadı. Ruhan bunu sonlandırmak lazım idi. Xəyal. Vüsal mübarizəni qazanan tərəfdir. Yenidən təhlükə yaranabilir. Ama Xəyal səhvini düzəldir. Oynadı Vüsal'la. Ruhan son anda Dilkeş. Dilkeş. O kritik müdaxiləni etdi son anda. Turan'ın zərbəsi məhz rəqibə tuş gəldi. Oyunun vaxtı bir qədər artıq sonlansa da temp yerindədir. Çox sürətli bir oyun gedir. İndi isə hərəkətli qazanılacaq məhz Tural. Topa bir oyuncu dəyişikliyi daha məhz Cavid əvəzlənir Qaçay tərəfindən. Bu dəyişiklik nə cür təəssüratlar başlayacaq məhz Binə futbol komandası adına. Vüsal ötürməsi Xəyala, azlıqda yaxalanıb rəqib. Rohan keçsə də məhz istədiyi vuruşu edə bilmədi. O son vuruş alamadı. Göz zərbəsi yenə yetirəcək Xəyal. Qapı qası ötürmə. Namiqdən başla zərbə gəldi. İstədiyi kimi alınmır yenə. Turan Kənanla oynadı. Pas xətası. Məhəmməd inamlıdır. İkinci bir zərbə şansı. Məhəmməd qoymaram deyir. Mən elə bir qalayam ki keçilməsəm. İkinci zərbə yenə alınmır. 3 zərbə indirildi. Məhz 30 saniyədə 3'ünü də dəf etmək mümkün oldu. Turan'ın zərbəsi bu dəfə əziz. Sanki cavab verir rəqib komandanın qapısına. Rohan ötürməsi Vüsala meydanda saxlamaq mümkün olmadı Vüsal adına. Topa balandırır məhz Namiq istiqamətinə geri planda. Məhz Tural qarşıladı, indi isə Vüsal. Xəyal Namiqlə oynadı. Bir zərbə alınmır bu da. Alınmayanlar siyasındadır bu zərbədə. Əfsuslar olsun. Zərbə çox gözəl getdi qapıya ama dirək keçid vermədi. Xəyal Turan mübarizəsi nəyin numanslı olursa olsun bırakmır topu Turan. Ama Xəyal məhz istədiyinə çatır. Qısa oynadı Namiqlə. Dilkeş. Bir başa zərbə bloklanır. Tural tərəfindən indi isə göz zərbəsini yerinə yetirəcək. Bir zərbə Namiqdən, bu da alınmır. Həyəcan dolu bir qarşılaşma gedir. Qeyri dəqiq və həmçində qapıçıların yaxşı oynama səbəbi ilə bu qollar olmur. Təbii ki, müdafiəni də unutmayaq. Vüsal təkrardan gün zərbəsini yerinə yetirdi. Namiqlə oynadı. Dokunuş etmək mümkün olmadı. Qaçay saxladı özündə. İndi isə Vüsal. Vüsal'ın bu zərbəsi alır bu dəfə. Məhz artıq fərq minimum oynayır. Qısa oynadı. Və artıq fərq minimumda da Tural'ın zərbəsi. Binə futbol komandası 4. Voleybol futbol komandası isə 5. Fərq artıq minimumdadır. Qarşılaşma isə sona yetməyə doğru irəliyir vaxt. Və bu son epizodları kimlər nə cür dəyərləndirəcək?
Bəs az əvvəlki gol qeydə alınmışdı. İndi onun etirazları da gedir meydanda. Etirazları var gol ilə bağlı. Məsələni kökündə həll edir. Turan. Artıq gol qeydə alınıb. Kenan. Ötürməsi Turan'a son anda koydu Qaçay. Mane olmaq mümkün olmadı. Turan bir keçdi rəqiblərini son anda dirkeş. Son anda dirkeş koymuş. Fərq isə minimumdadır. Tural qarşıladı. İndi isə İlkinlə, daha doğrusu səhv mücədi Müsal oynadı. Dirkeş. Müsal bu mübarizədə uğurlu tərəf oldu, amma daşı qoymadı. Bir eks hücum şansı dirək. Və son bir müdaxilə deməz. Məhəmməddən gəlmişmi deyə baxdım, amma gəlməyib. İndi isə Turan hərəkətli qazaldırdı. Müsal oynadı təkrardan. Topla irəliyən Turan'dır. Önünü açarsa tehlikeli olar. Açdı zərbəsini indirdi. Ay. Az fərqlə out. İndi isə gün zərbəsi yerinə yetirəcək. Turan gəlişini vurdu. İstədiyi kimi alınmadı. Dirkeş. Turan Namiqi rahat geçti. İndi önündə Qaçay var. Qaçay da geçti. Zərbəsini indirdi. Müsal. Çay keçməsi Mişka çıxdı. Nasıl Mişkadı çıxdı? Müsal. Dirkeş. Müsal son anda mane törətdi. Elə özündən çıxmağına səbəb oldu topun. Dirkeşdən çıxmasına səbəb oldu. İndi isə taç atışını yerinə yetirəcək Müsal. Turan'la oynadı. Kenan'da və Müsal da içəriyə doğru irəliyib. Bir zərbə son anda refleksiyasını alışdırdı Əziz. İndi isə korner. İstifadə olunacaq qarşılaşmada. Müsal yerdən göndərdi. Əziz qarşıladı. İndi isə Kenan. Qarşısında Dirkeş. Ötürməsi Müsal'a. Turan ayak koydu Namiq. İndi isə eks hücumazlıqda yakalanıblar. Son anda Tural. Koymadı. Əsil müdafiə layiq hərəkət. İşi şansa bırakmadı. Müsal'ın zərbəsi ve gol. Karşılaşmada kartlar yeniden paylanır. Bine futbol komandası 5. Voleybol futbol komandası ise 5. Müsal bir zərbə indirdi ama bu da alınmır. Ben yoruldum artık, bu da alınmır deməkdən. Dəqiq zərbələr arda sıralanır. Eğer bu zərbələr məhz qapıya tuş gəlsə, bol hesablı bir qarşılaşma izləyə bilərdik. Ki onsuz da izləyirik. 6, daha doğrusu 5-5'li bir bərabərlik var. Məhz bu qarşılaşmada 10 gol atılıb. Hər ikisi də bərabər şəkildə. Dirkeş. Oyunun son dəqiqələri yaşanır. Turan qarşıladı. Son anda Namiq ayağını qoysa da out. Oyunun son dəqiqələri bərabərliyi mi razı olacaq, yoxsa son anda gələn gol hər iki tərəfdən birini qalib mi elan edəcək? Müsal saxlamaq mümkün olmadı. İndi isə Müsal sürətlidir. Dirkeş müdafiəyə dayağa gəldi kaptan. Topu qazanmağı bacardı təkrarən Müsal. Dirkeş mübarizəsi.
İndi hərəkətli qazandıracaq. Standart vəziyyəti yerinə yetirəcək Vüsal. Qapı qarşısına Məs Tural da avalansa da Qaçay da onunla birlikdə idi. Havalanmışdı topa, indi gün zərbəsini yerinə yetirdilər Turan. Ötürməsi Namiqə gəlir, çatır. Havalandırdı Vüsal üçün, amma bu Vüsal üçün bir qədər qeyri-dəqiq gələn bir ötürmə idi. Birbaşa zərbə haralara getdi, tapdı qapıya. Heç yaxın belə getmədi bu zərbə. Zərbəni indirən futbolçu isə Tural idi. Xəyal qarşıladı, müdafiə girsində Tural yeni refleksiyasını danışdırır. Tural qoymadı. İndi isə Tural və Vüsal işbirliyi yenidən ama çatmaq mümkün olmadı bu topa. Əldən nə qaçır ki, nə qaçır şanslar. İlk iş hərəkətli qazandırdı. Geri plan ötürməsi, Namiq düşüncəsi var idi. Namiq çatarsa təhlükə olar. Birbaşa zərbə. Alınmır. Müdafiə nəngisinə Qaçay qarşıladı. Əlgirdən gəlib meydanın tam ortasında o müdaxiləni etdi. İndi Kənan. Qarşısında Xəyal. Namiq də sürətlənib. Xəyal topla irəlir. Zərbə şansı alınmadı. İndi isə standart bir vəziyyət yaranacaq. Böyük ehtimalla qarşılaşmada. Elə Turalın bu müdaxiləsi məhz Xəyalın yerdə qalmasına. İndi isə Vüsal dilkeşdə məhz topa özünü yetişdirməyi bacarır. Dilkeş ötürməsi məhz gəlib çatmır, indi isə out. Və bu da son. Artıq qarşılaşma sona yetdi Binə futbol komandası ilə. Biz Voleybol futbol komandası qarşı-qarşıya gəlirdi. 5-5'lik bərabərliyi ilə sona yetir qarşılaşma.